Dilimizin vətən adlı sözü var, gönlümüzün ateşi var, közü var. Qələbəni qanımızla yazarıq, bu torpağın eşiğində biz varıq. Qələbəni qanımızla yazarıq, bu torpağın eşiğində biz varıq. Sevgimizin vətən Allah hamımızın canı sağ etsin. Bütün şəhidlərimizin məqamı uca olsun. Azərbaycan xalqı bir daha acı günlər yaşamasın. Körpələrimiz, cavanlarımız müharibə görməsin. Heç bir ata, ana gözü yaşlı qalmasın. Biz gördük. Allah heç bir qapıya, istəyir mülki olsun, istəyir şəhid olsun, bədxəbər gətirməsin. Allah hamımızın canı sağ eləsin, belə tədbir apardıq. Çox sağ olun, var olun. Məktəbimizin müəllimlərinə, müəllimələrinə, şagirdlərinə Allah bu gözəl balalara pis günlər göstərməsin. Çox sağ olun, var olun. Bugünkü tədbirdə iştirak edən bütün tədbir iştirakçılarını salamlayıram. Bu zəfər qələbə bayramı münasibətilə hər birinizi təbrik edirəm. Əlbəttə ki, bu qələbə heç birimizə rahat başa gəlməyib. Bu qələbənin qazanılmasında bizim şəhidlərimizi tarix yazan şanlı səhifələri var. Mən bütün şəhid ailələrinə, Allah'tan şəhidlərə rəhmət diləyirəm, onlara dərin minnətdarlığımı bildirirəm, qarşılarında baş əyirəm. Biz onlara çox şey borçluyuq. Qazilərimizə də Allah'tan şəfaət diləyirəm. Arzu edirəm ki, bir də müharibə olmasın. Bu balacalarımızın gözü yaşlı qalmasın, atalar, anaların gözü yaşlı qalmasın. Hər birinizə təşəkkürümü bildirirəm, sizə minnətdarlığımı bildirirəm bu gözəl tədbirdə iştirakınız üçün. Sizin də qarşınızda baş əyirəm. Sağ olun, təşəkkür edirəm. Ziyarətgah adlandırardım. Çünki burada onların ruhuna dualar okunur. Bu taxta salınan ana abidəsi, onun ətrafında olan şəhidlər, bu hamısı vətənin, torpağın, ananın üçü də müqəddəs varlığı olduğundan xəbər verir. Bura payız aylarında başlayan 44 günlük vətən müharibəsi elə payızın ayında da sona çatdı. Bütün dünya mətbuatı, bütün media bizim oğullarımızın 44 gün ərzində izlədilər, onların şücaətindən, qəhrəmanlığından yazdılar. Bütün Türk dünyasına bəlli oldu Azərbaycan oğullarının qeyrəti. 2780 şəhid verdi. O şəhidlərdən ikisi də Qum qəsəbəsinin evlatları idi. Onları o analar oruqda böyüdüklər. Vətənə, torpağa bağlılıq bizə ulu əcdadlarımızdan qalıb. Bizdən də gələcək nəsli ötürülür. Bu qəsəbə qəhrəman bir qəsəbədir. Çünki onun qəhrəman oğulları var. Qəsəbəmiz öz qonaqpərvərliyi ilə, vətənpərvərliyi ilə, sadə adamlarınla, ziyalılarınla çox seçilir. Mən bu qəsəbə ilə fəxr edirəm. Bu 44 günlük vətən müharibəsində həlak olan oğullarımız bir anda mən Şuşa döyüşünü göz önünə gətirmək istəyirəm. Amerika mətbuatının bir məqaləsində yazır ki, Şuşa üç tərəfdən deyir, sıldırım qayalarla əhatə olunmuşdur. Onun bir tərəfdən yolu var idi. O yolla da deyir, düşmən elə bilirdi ki, torpaq sahibləri o yolla gələcək. Ancaq yoxdur. Sıldırım qayaları dırmaşmaq hər oğlunun hünəridir. Xüsusi təyinatlar o qayaları açdı. Çünki onlarda vətən sevgisi var idi. Ana məhəbbəti var idi. Torpağa məhəbbət, sevgi var idi. Biz də hamımız bir-birimizə sevgini, məhəbbəti əski getməyək. Nə olsa nifrətdən, qəzəbdən, kədərdən olur. Onun da sonu həmişə fəlakət olur. Bizim o xüsusi təyinatlarımız o sıldırım qayaları aşaraq piyada, az sursatla, hərbi sursatla düşməni işğal etdilər və torpaqlarımızdan onları təmizlədilər. Bu 44 günlük vətən müharibəsi xalqımızın 10 milyonluq əhalinin ürəyində əbədi olaraq qaldı. Tarix dərsliklərinə salındı. Yaddaşlarımıza həkk olundu. Biz heç vaxt bu şəhidləri, həmişə tarixi günlər şəhidlərin heç vaxt unudulmur. Ürəklərdə, qəlblərdə yaşayır.
Biz şehit anaları, şehit valideynleri sizlere çok borçluyuz. Sizin borcunuzdan hiç vaxt çıkmak mümkün değil. Allah şəhidlərimizə rəhmət eləsin. Bir də xalqımıza göz yaşı göstərməsin. Heç vaxt istəmərək ki, körpə balalar o göz yaşları çöksün. Bir də o ən qüssəni, o fəlakəti, müharibə çox dəhşətlidir. Çox fəlakətdir müharibə. Müharibə bir də bizə, xalqımıza qismət olmasın. Yaşasın bizim şah ordumuz, ali başkomandanımız, əskərlərimiz, bir də yaşasın səhhətində narahatçılıq olan qazilərimiz. Allah onlara can sağlığı versin. Bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun. Təbriz Yakupov adına tam orta məktəbin şagirdləri. Bugün hamımız üçün qürur verici bir gündür. 8 noyabr Zəfər günü. Bu tarix təkcə təbrimdə bir gün deyil. Bu xalqımızın birliyinin, ordumuzun igidliyinin, şəhidlərimizin qəhrəmanlığının simvoludur. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm zəfər hər bir Azərbaycanlının ürəyinə qürur gətirdi. Biz bu zəfəri şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, Ali Baş Komandanın müdrik rəhbərliyi sayəsində qazandıq. Bugün biz Azad Şuşadan, Qarabağdan, Zəngilandan, Füzulidən danışırıq. Bu adlar artıq bizə ağrı yox, qürur gətirir. Mən şeiri yanlışmaq istəyirəm. Qanımdır, canımdır, Azərbaycanım. Adımdır, sanımdır, Azərbaycanım. Uğrunda canımdan keçənlər olub. Əcəl şərbətini içənlər olub. Gözəl dünyamızdan keçənlər olub. Oğullar itirib Azərbaycanım. İgidlər yetirib Azərbaycanım. Sonsuz məhəbbətim ürəyimdədir. Qüvvəti dizimdə, biləyimdədir. Torpağın ətri çörəyimdədir. Belə bir dünyadır Azərbaycanım. Həmişə bahardır Azərbaycanım. Vicdanı bir ləkə götürməz onun. Bağçası bir qanla bitirməz onun. Övladı dostluğu itirməz onun. Həyat nəfəslidir Azərbaycanım. İnqilab səslidir Azərbaycanım. Hüsnünü qoruyan gözüm var mənim. Dağında, daşında üzüm var mənim. Zəfər kitabında sözüm var mənim. Bütün varlığımdır Azərbaycanım. Bəxtiyarımdır Azərbaycanım. Zəfər günün mübarək, anam Azərbaycanım. Zəfər günün mübarək, canım Azərbaycanım. Sənə zəfər yaraşır, uca zirvələrdə ol. Şan şöhrətlə qürurla, qoca zirvələrdə ol. Bizə zəfər yaşatdı igid oğullarımız. Hər birini anarıq, minnətdarıq hamımız. Yaşa, vətən çox yaşa, yaraşır zəfər sənə. Alqış, bin kərə alqış, zəfəri bəxş edənə. İllərlə həsrətdi, dözdü bu xalqım. Bilirdi bu həsrət bir gün bitəcək. Qarabağ düşməndən azad edildi. Azərbaycan zəfər günü mübarək. Bilsinlər şəhidlər, bilsin qazilər. Tökülən o qanlar olmadı həvəs. 44 gündə gəldi bu böyük zəfər. Qarabağ bizimdir, hamı biləcək. Azərbaycan zəfər günü mübarək. Qürurluydu bu Qarabağ səfəri, bu torpağın hər oğlu, hər nəfəri. Qanımızla qazanmışıq zəfəri, bu zəfəri
gümanlı. Daha bir de kimse olmaz gümanlı. Gazi rəşadətli şəhidi şanlı. Bu zəfərin mübarəkdir ey vətən. Sabahların zəfəri, Azərbaycan əskəri, qov vətəndən düşməni, Azərbaycan əskəri. Qəm libası geyməsin bizim Çiçəkli dağlar, güllə səsi, top səsi, eşitməsin uşaqlar. Mərd ordumuz yaşasın, bu torpaqdan güc alsın, üç rəngli bayrağımız yüksəklərə ucalsın. Səfər xəbəri gəldi, noyabrın 8-i, xalqımız çox sevindi. Hey yaşa Azərbaycan, çox şükür bu günlərə, biz qazandıq qələbə. Həvəslə mən alıram bu şeirimi qələmə, candan əziz sən ey can, hey yaşa Azərbaycan. Zəfər günün mübarək, çox yaşa Azərbaycan. Şəhidlərin qanıyla zəfər sözünü ək etdi, tarixin yaddaşına, dağa daşa dərk etdi. Şəhadət köprüsü ilə bu dünyanı tərk etdi. Şəhidlərin mərdliyi mərd başını ucaldır, cənnətin quşlarıdır, məqamları ucadır. Həsrət aldı, nifaq düşdü, sağa səpələndik, xarı bülbül nəfəsiyle, budur yenə bərabərik. İllər aylar ötüb keçdi, nələr yaşadı xalqımız, qanlar axdı, canlar getdi, azad oldu torpağımız. Zəfər günün mübarək Azərbaycan. Mikrofonu biraz ağzına uzaq tut. Dalğalan üç rəngli bayraq Qarabağın hər yerində, səni şəhidlər qazilər daşıyıb öz sinəsində. Dalğalan üç rəngli bayraq qəhrəmanlar ölkəsində, dalğalansın qoy şəhidlər rahat yatsın kölgəsində. Vətən müharibəsində biz qələbə qazandık. Bugün anım günüdür, qəhrəmanları andık. İndi azad Qarabağ günbəgün abadlaşır. Mənim qədim torpağım sənə bu çox yaraşır. Bizə zəfər yaşatdı igid oğullarımız. Hər birini anarım, minnətdarım hamımız. 44 gün 1000 ilin tarixi yazmışız. Qarabağ Azərbaycandır, biz zəfər qazanmışız. Polad iradəmiz var, sınmarıq, əyilmərik. Bir ölüm, min dirilər, igid mübarizlərik. İgidlər öz qanıyla yazdı zəfər dastanı. 30 il görməmişdik bu tarixi, bu anı. Analar ağlamasın, şəhidlər ölməzdilər. Düşmənlər öz xoşuyla yurtdan getməzdilər. Bilsinlər şəhidlər